özünü məşğulluq proqramından yararlanmaq qaydası. Sən karyeranın xəyalını qur, biz dəstək olaq. Biznes ideyanı reallaşdırmaq üçün onlayn formada qeydiyyatdan keç və ya yaşadığın ərazi üzrə məşğulluq filialına və dost mərkəzlərinə müraciət et. Özünü məşğulluq proqramına qoşul. Ailə rifahını yaxşılaşdırmaq üçün öz təsərrüfatını qur. Özünü məşğulluğun təşkili bir neçə mərhələdə həyata keçirilir. Qeydiyyat, məsləhət və məlumat verilməsi, təlimlərin keçirilməsi, biznes planın hazırlanması, aktivlərlə təmin olunma, son olaraq isə bir il ərzində monitorinqin aparılması. Bir ildən sonra aktivlər vətəndaşın mülkiyyətinə keçir. Özünü məşğulluğun təşkili zamanı kimlərə üstünlük verilir? Şəhid ailəsi üzvlərinə, ünvanlı dövlət sosial yardımı alanlara, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına 2 ildən az qalmış şəxslərə, cəza çəkmə yerlərindən azad edilmiş işsiz vətəndaşlara. Özünü məşğulluq proqramı istehsal, xidmət və kənd təsərrüfatı sahəsi üzrə müxtəlif istiqamətlərdə vətəndaşlara öz biznesini qurmağa dəstək göstərir. Şəxsi biznesini qur, ailə təsərrüfatına dəstək ol.